Xanımlar və cənablar, Tanrı sizi bərxudar və bəxtiyar eyləsin. Mən deyəndə ki, ay millət, İlham Əliyev, Nardaranı qumarda uduzdu ərəb şeyxlərinə, inanmırdınız eləmi? İndi başda qənimət sahibi olmaqdan, hətta ölkə mediası belə Nardaranın köçürülməyindən, Nardaranın uduzulmağından və yaxud Nardaranın satılmağından danışır. Mən 2 həftə bundan qabaq danışırdım bundan. Yadınızdadırsa 14 fevral 2025-ci ildə İlham Əliyev Singapurda 30 milyon dollar uduzdu. Ondan bir neçə gün sonra uduzduğunun çıxartmaq üçün uduzan deyir güləşə doymur. Gəldi ərəb şeyxlərlə oynamağa 60 milyon da ərəb şeyxləri uddu. 60 milyon dollar. Sonra nağdı pul gətirdiyi pul bitəndə deyib çek yazım deyib yox. Daha maraqlı bir şeydən oynayaq ərəb şeyxləri. Nədən? Kənddən. Həbsi o. Ərəblər uduzsa bir dənə böyük hektarlar ərazi verir. Knopkanı vururlar, peyk görüntüsündən göstərirlər. Da bu da qeyri-adi bir nə var ki? İlham Əliyev də düşündü, haranı verim, ən gözəl yer, özdə həbsdə olan yer Nardaran. Nardaranı verə bilərəm. Nardaranı qoydu qumara və ərəb şeyxləri İlham Əliyevin qumara qoyduğu Nardaranı uddu. Yəni İlham Əliyev Nardaranı qumarda uduzdu. Əzəmədənəm, dəyərli soydaşlarım, ilk başda, yenə deyirəm, Emin Ağalarov gəlməsəydi, ərəblər tökülüb öz işçiləri, öz injinerləri gəlsəydi, deyərdilər ki, bu nə məsələdir və bunun pərdə arxası üzə çıxacaqdı. Bu gizli qalsın deyə İlham Əliyev sanki belə bir obraz yaratdılar ki, Emin Ağalarov Rusiyadan, Moskvadan öz əmlakını, milyonlarını Bakıya yatırım eləyir. Belə obraz yaratdılar. Dəyərli həmvətənlərim. Amma əslində belə deyilmiş. O sadəcə Emin Ağalarov injiner imiş. O əxlaqsızlıq yuvası olan Seabrisi, yəni külək deməkdə, küləklər dənizi. Belə küləkli məkan. Neysə, bunu Emin Ağalarov ərəblərin çertyoju əsasında tikdirirdi və ərəblər də zaman-zaman gəlib o laf böyükləri baxırdı, vəziyyətə baxırdı. Və deyələmədən artıq həyasızlığın dərəcəsinə bax ki, artıq yol nişanlarında dəyişdilər. Baxın, artıq Nardaran sözü çıxarıldı, Seabriz, baxın, Seabriz yazıldı, Nardaran sözü çıxarıldı yol nişanlarında. Deyələmədənlərim, dəyərli soydaşlarım, bu yol nişanlarında Nardaranın adını silməklə İlham Əliyev hərəkətə keçib Nardaranı tamamilə ərəblərə verdi, satdı demək, hələ tez olar, uduzdu demək tez olar. Bundan qabaq görün neynədi İlham Əliyev? Seabrizi qumarda uduzan İlham Əliyev dərhal həmin bölgədə insanların malını, mülkünü, torpağını əlindən aldı, ya heç nə vermədi, ya da versə də tula payı verdi. Və Nardaran Əliyev deməli qumarda uduzduğu Nardaran Əliyev tərəfindən, yəni şeyxlərə verilməliydi, kubcası, bütün sənədləri. Bu yol nişanları Nardaran adının, yol nişanlarında Nardaran adının çıxarılması, o deməkdir ki, bir neçə ildən sonra Nardaranın adı olmayacaq, Nardaran adlı kənd olmayacaq. Bu qumarxanalar açılandan sonra da Nardaran adı Seabriz adı ilə deməli anılacaq, dəyişdiriləcək. Get-gedə yaxın zamanlarda dənizə tərəf olan Nardaran əhalisinin ümumən 80% köçürüləcək. Özdə baskı ilə, necə deyirlər, kənddə bir 30 min, 40 min verib tula payı bir yer almaq şərti ilə basıb hamısını zorakılıqdan süpürüb tökəcəklər. Dəyərlənmədələrim və onu da deyim ki sizə, bir həftə qabaq prezidentin qızları hardaydı? Ərəb ölkələrində. Yalandan Bəhreyn gəzdilər, Qətər, Dubay. Amma əsas harda oldular? Səudiyyə Ərəbistanında. Əzəmətələrim nəyə getmişdilər? Leyla və Arzu Nardaranın sənədlərini, diplomatda sənədlərini təhvil verdilər. Səudiyyə Ərəbistanında notarial kontordan keçirdilər. Artıq Nardaranı, İlham Əliyev uduzduğu Nardaranı birbaşa ərəblərə verdilər. Vəssalam, dəyərli həmvətənlərim, şut tamam. Tək Nardaran satılmayıb. Siz elə bilməyin ki, ölkədə tək Nardaran satılıb. Harda dağlar, gözəl məkanlar, bulaqlar, şəlalələr var, hamısı satılıb. Sabah İlham Əliyev qaçıb gedəcək. Görəcəksiniz ki, bir ərəb durub Ağbelə, durub Qız Qalasında ora çıxmağın pulunu yığır. Mənimdir. Bir ərəb durub o, nə bilim, gözəl binalarda, alov qüllələrində. Bir ərəb durub prezident aparatının binasının qabağında buranı mən satın almışam.
Bir ərəb durub nəm körpülərin başında. Bir ərəb durub nəm müxtəlif qalalarda, müxtəlif belə şey olar. Bir ərəb duracaq ağzıq mağarasında bura mənimdir, almışam pulundan deyəcək. Giriş pullu bu qədərdir. İlham Əliyev ölkəni poxa döndərdi, ölkəni bitirdi, yedi bitirdi və qızları Leyla vasitəsilə Nardaranın sənətləşməsini, notarial kontordan keçirilməsini ərəb ölkələrində təmin elədi. Artıq gözünüz aydın olsun, Nardaranda böyük əxlaqsızlıq olacaq. İlham Əliyev bir çox torpaqlarımız kimi Nardaranı da satdı. Deyirsiniz arazın qırağı, arazı dəyişib 32 hektar satmışdı, eləmi? Yaş arazı dəyişib. Vasif Talibov İlham Əliyevdən icazəsiz o strateji əhəmiyyətli yeri satmışdısa İrana, niyə bə rahat gəzir? 4 dənə dövlət orqanı niyə vəzifəsinə heç bir təsir eləmədilər, heç bir məmuru çıxartmadılar? Niyə? Hamısı İlham Əliyevdir ki, İlham Əliyevin 2 qəpilik yumurtanın qiymətindən xəbəri olur. Deyirsiniz indi bu maldan, mülkdən nədənsə xəbəri olmur. İlham Əliyevin hər şeydən xəbəri var və ölkəni qumara qoydu, satdı. Ay millət, indi deyirlər, müxalifət Suriya oxşadır, Suriya eləyəcək Azərbaycanı. Belə demirdilər. Artıq Suriyada deyirlər ki, Suriyanı Azərbaycana döndərmək istəyirsiniz, elə etməyin, diktatura yaratmayın. İndi sözüm ondan getmir, indi görək nə deyəcəklər bu şərəfsizlər. Getdik, Əliyevi təcili Erdoğan niyə Türkiyəyə çağırdı? Naxçıvandan qaz kəməri çəkiləcək, daha doğrusu İğdırdan Naxçıvana qaz kəməri çəkiləcək adı altında Erdoğan İlham Əliyevi çağırdı. Birincisi, bu vaxtda kimi Naxçıvanın qazı yox imiş ki, bu bir. İrandan mı gəlirdi? Bu iki. Kül sənin stratejiyana İlham Əliyev, kül sənin başına. Deyələmədənəm, qaz kəməri çəkmək adı altında Erdoğan təcili İlham Əliyevi çağırıbdı Türkiyəyə. Putin necə deyirdi İlham Əliyevə? Ya mən, ya Türkiyə, Avropa. Ya məni seç deyirdi Putin, ya da Türkiyəni, Avropanı. Eləcə də Erdoğan ona görə çağırır ki, ya təcili məni seçməlisən, məni Avropanı seçməlisən, ya da Putini seçməlisən. Niyə görə bu təcili, bu indi təcili eləyir bunu Erdoğan, təcili çağırır deyəcəm onu. Deməli, Türkiyənin Əliyevi çağırmaqda məqsədi Ermənistanla birinci sülhə imza atmasıdır. Sülhə imza atması bu Rusiyanın əleyhinə olması deməkdir. Deməli, Ermənistan yol verir, dəmir yolu da verir, avtomobil yolu da verir. Lakin Ermənistan deyir ki, Paşinyan deyir, Rusiya olmasın. Mühafizəsini Türkiyə və Avropa eləsin. İlham Əliyev də deyir ki, İlham Əliyev, mən Türkiyəyə, Avropaya güvənmirəm, mühafizəsini Rusiya eləsin və Rusiya 3-cü ölkə kimi şərik olsun. Getdik. Danla baxın. Dəyərli vətəndaşlarım, Türkiyə, Erdoğan görür ki, bu məsələdə Ermənistan haqlıdır. Bu səbəbdən böyük dövlətlər Ermənistana silah, sursat dəstək verirlər, ən müasir texnika verirlər. İlham Əliyev də Jefe təyyarəsi alır, Kukuruznik təyyarə Pakistandan. Neysə, Erdoğan deyir, ya İlham Əliyev, sən bu oyunlarını bitirəcəksən. Ya müharibədə oyunlarını bitirib bizə tərəf gələcəksən, ya da bu Zəngəzur savaşında biz sənin yanında olmayacağıq. Hazırki dövrdə Türkiyə Avropa Birliyinə, hazırki dövrdə Türkiyə Avropa Birliyinə təcili üzv olur deyə qonşu dövlət olaraq Azərbaycana təsiri böyük olacaq. Əlbəttə ki, Türkiyədə demokratik açılım olacaq, Azərbaycanda da demokratik açılım olmalıdır. Deməli, bütün hallarda İlham Əliyev gedir. Sadəcə Trump'ın gəlməsi, İlham Əliyevin Putinlə sallaşması, Trump'ın da orada olması İlham Əliyevin ömrünü bir neçə ay uzada bilər. Deməli, ya Erdoğan'a tərəf, Avropaya tərəf getməlidir, demokratik açılım olub, demokratik açılımla İlham Əliyev getməlidir, bu daha yaxşıdır. Bu tez olacaq. Ya da İlham Əliyevin Putinlə yapışması analitiklər, elə mənim özümdə, bir neçə ay ömrünü uzatmaq deməkdir. Amma acımasız sonu olacaq, ağır sanksiyalar Putanik gəmisində məhv olacaq. Əziz vətənlərim, dəyərli soydaşlarım, bütün hallarda İlham Əliyev gedir. Gördüğünüz ki, dostlar, 26 fevralda Xocalı soyqırım günü Erdoğan gəlməli idi, əslində planda var idi, amma gəlmədi. Bir neçə şəhid analarını orada qarşıladı. Orada kardeşim demədi. Gördünüz mü? Necə danışdı? Hər həftədə bir neçə dəfə canım kardeşim deyərdi İlham Əliyevə. İndi niyə demir? Dəyərləmədən istəyir Erdoğan'a tərk getsin, istəyir Putinlə sallaşsın. Hər ikisində İlham Əliyev gedir, məhv olacaq. Sadəcə Putinlə sallaşarsa, Putanikdən bir yerdə məhv olacaq. Yəni, may ayında gedəsi İlham Əliyev elə bilin ki, gedəcək sentyabr, oktyabrda. Məsələn, biraz ömrü uzana bilər.
Kamala Harris olsaydı, Kamala Harris prezident olsaydı bu boyda faciələr olmayacaktı. Ona göre biz Kamala Harris'i deyirdik. Gəlin